Ətirli bir səhərin xəbərini aldıq. Dedilər ki, başlayıbdı əskər qisasın. Murov dağın zirvəsində bayraq ucaldı. 44 günə vətənin yarası sağaldı. O gün bütün Azərbaycan ayaq üstə. Yetişdi o müqəddəsan qeyrəti göstər. Əskərimi güllələyənlər namaz üstə. Qardaşları hər birinin qisasını aldı. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalı vardıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalı vardıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalı vardıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalı vardıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Bu günləri Zahid Zahirli cənnət məkanda, Allah dərgahında öz yerin haqq eləyib və bütün şəhidlərimizin, bütün vətən uğrunda canlarından keçən, Azərbaycan ərazi bütövlüyündə canlarından keçən bütün şəhidlərimiz yeri cənnətə məkan olsun. Valideynlərinə Allah can sağlığı versin, səbir versin, qazilərimizə şəfa versin. Müharibə veteranlarımıza, ordumuza Allah qorusun. Bu günlərdə Kəlbəzərdə, Laçında, Qubadlıda bizi qoruyurlar. Dövlətin hər an keşiyindədir. Sərhəd qoşunları, bu sərhəd rayonunda yaşayırıq. Burada sərhəddə xidmət edən əsgərlərimizi Allah qorusun. Hər birisi bizim evladımızdır, hər birisinin ata-anası var, valideyni var. Burada deyildiyi kimi biz istəmirik. Heç yerdə bir də müharibə olmasın. Heç bir valideynin, atasının, ananın gözü yaşlı olmasın. Heç bir övlada Allah ata-anaya övlad dağı göstərməsin. Bugün qarşıda olan bax bu iki fidan bəlalarımız, nəvələrimiz, bunların atası 2017-ci ildə təxribat nəticəsində çox cəsur biri olan baş leytenant, bəli, baş leytenant Nəzərov Şahlar Yaşaroğlu, qəhrəman, əfsanəvi kəşfiyyatçı, hamının fəxr edəcəyi, qürur duyacağı biri var. Əslində qalanda müharibə şəraitində olsaydıq da, ərazimizin 20% işğal olunsaydı da, baxmayaraq, məkirli düşmən ölmürdü. O daim təxribat törədirdi. Təsvirində onlar ağ təşkəsi pozurdular. Bilirdi ki, biz qanuna riayət eləyirik. Və o dövrdə getdi, müəyyən tapşırıq əmri yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Sonra da onun haqqında kitablar, verilişlər, nə bilim şeirlər, mahnılar bəstələndi. Və gələcəkdə bu uşaqlar böyüyəcəklər. Onlar biləcək ki, mən hansı ailədən çıxıram. Mənim atam kim olub? Bəli, kim olub? Nə eləyib? Bəli, Azərbaycan və mənim kimim və mənim timsalımdan bütün uşaqlar üçün onlar canlarını qurban verdilər. Bunları dünyaya gətirdi, onlar özlərini dünyaya qurban verdilər. Bu vətənə, torpağa qurban verdilər. Mən hər bir yerə, bax həmişə deyirəm, kimliyindən asılı olmaya, hər bir insanın əlinə bax bu mikrofon keçirsə, televiziya qarşısında, kütləvi informasiya vasitəsində gərək biz elə təbliğat aparaq, elə insanlarımızı və bəşəriyyəti maarifləndirək ki, qoy orada bilsinlər ki, bu Azərbaycan xalqı heç də, bəli, necə bir xalqdır. Biz 30 il dözdük, biz 30 il səbir elədik, biz dözümlü xalqıq. Lakin səbrin də bir həddi hududu var. Səbir kasamız daşdı. 30 ilin danışıqları bir nəticə vermədi. Və ən nəhayət, Cənab Prezident Ali Baş Komandanın dediyi kimi, bir gün əvvəl tez ola bilərdi, bir gün sonra gec ola bilərdi. Bax, deməkdə məqsədimiz ondan ibarət ki, biz şəhid atasıyıq, biz dünyanın azını çoxunu görmüşük. Amma bu uşaqlar, bax bu şəhidin yadigarları, Allah onların yerin cənnəti məkanı eləsin, valideynlərə səbir versin, bütün ölənlərimizin dünyada keçən hamısına rəhmət eləsin, cənnəti beşdir. Bu uşaqlar, bəli, bu uşaqlar, burada qeyd olunduğu kimi, şəhidin özü bilmədi onun belə bir övladları oldu. Şəhiddən sonra, 3 ay sonra mı? Elə 3 ay sonra dünyaya gəldilər və Allahın bəli əkizlər. Ədaləti ondan ibarətdir ki, məsələn belə bir iki yenə də atasının yolunu davam edən qəhrəman övlad, qız uşağı da ola bilərdi. Söz yox, deyirlər aslanın şəhid işçisi olmaz. Amma məsələ bax, bu iki övladın düşmən səfərçi gələcəkdə bax o da qəhrəman igid olmaq üçün. Bunun birinin adı Şahlardır, birinin adı Yaşardır. Yaşar. Şahlar bunların atasının adıdır. O dedim ki, şəhidimizin adıdır. Yaşarsa bunların babasının adıdır.
Atanı babanı yaşadı. Bəli. İndi Azərbaycanı yaşadı. bəli, bir il olmaz ki, indi baba da rəhmətə getdi. Çox qeyrətli, çox deyək ki, vətənpərvər, əsl Azərbaycanlı. Mən deyərəm ki, bir tərbiyə etalonu, tərbiyə nümunəvi bir insan. Həqiqətən də bax belə bir məclislərdə öz sözünü deyən, insanları ətrafında toplayan bir insandır. Yerin cənnəti məkanı eləsin. İnşallah, inşallah. Söz verdinizə toylara gəlməyə. Hə, inşallah. Çox sağ olun, var olun. Nəzərov Şahlar Yaşaroğlu 27 yaşında kəşfiyyatçı, baş leytenant. 32 dəfə uğurlu əməliyyatı olub. 33-cü dəfə şəhid olub. demək ki, ən uğurlu əməliyyat oymuş. Aprel döyüşlərində iştirak edib. Apreldə də iştirak edib, sonra da Beyləqanda iştirak edib. 7 ayda toy eləmişdim. Özündən sonra ikiz övladı. Özündən 5-4 ay sonra əkiz övladları. Biz sizin nəvələrinizi biraz əvvəl gördük. Çox gözəl nəvələriniz var. Birinin adı Yaşardı, birinin adı Şahlar. Birinin adı babanın adıdır, birinin adı atanın adıdır. İnşallah o balaların xeyir işinə bizi çağırarsınız, gələcəm mütləq. Çox sağ ol. Məkanı cənnət olsun. Şahların özündən sonra 2 əkiz oğlu dünyaya gəlib əziz tamaşaçılarımız. Biraz öncə o uşaqları siz də gördünüz. Şahlar birinin adıdır, Yaşar da birinin adıdır. Mən inanıram ki, siz onları da şahların adına layiqli övlad kimi böyüdəcəksiniz. Allah sizə ömür versin, səbir versin, təmkin versin. Bircə bunu istəyirəm Allahdan. Birinci Qarabağ veteranı, şəhid Leytenant Tural Aslanov oğlum olub. Özüm müharibədə iştirak eləmişəm. Özünüz də birinci Qarabağ müharibəsi. Və veteranıyam. 4 qardaşımız, 7 qardaş, bir bacı olmuş, 4 qardaşımız birinci Qarabağ müharibə iştirakçısı. Könüllü. Oğlum da zabitdir. Getdik. Vətən yolunda. Füzulidən Şuşaya qədər döyüşdü, tağım komandiri idi. Allah bütün şəhidlərimizi uca məqamında saxlasın. Mən onlara rəhmət demirəm. Onlar sağdır, mən üçün sağdır. Sağdır, mən üçün. Mən hələ də onun yolunu gözləyirəm. Elə gözümün qabağında deyirəm, gələcək. Özümdən asılı deyil. Allah hamımıza səbir versin. Bir də Allah ordumuzu qorusun. Ordumuzu tək bizim şəhidlərin əziyyəti olmayıb. Ordumuzun da əziyyəti böyükdür. Qazilərimizin, veteranlarımızın, vali baş komandanın. Birinci Qarabağ müharibəsində dövlətimiz təzə qurulmuşdu, hərzilməzli idi. Onda da oğlanlarımız, igid oğlanlarımız vardı, şəhid oldular. Bəli. Amma 2-ci Qarabağ müharibəsində Ali Baş Komandan Vahid Ali Baş Komandanlığın altında biz qələbə qazandıq. Xocalının qisasını aldıq. Bizə ən ağır zərbə Xocalda dəydi. 1-ci Qarabağ müharibəsində analarımız, bacılarımız didərgin düşdü, hamısı. Biz onların qisasını aldıq, şəhidlərimizin, ordumuzun sahəsində. Allah hamımıza səbir versin, Allah dövlətimizi qorusun. Mənim bir sözüm var. Bir də Azərbaycana müharibə qismət eləməsin. Analar ağlamasın, istəmirəm. Sağ olun, təşəkkür edirəm gəldiyinizə görə. Sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərin atalarına səbir versin. Sağ olun. Atası Eminli Rüstəm Maisoğlu. Emin haqqında deyin bizə. Harda döyüşüb Emin? Neçə yaşı olub? Deyin. Emin Şuşa qədər vuruşub. Bəli, Şuşada şəhid olub. O əsgərdə olanda Türkiyədə, əsgərdə xidmət edən Türkiyədə, Pakistan'da olaydı. Əsgərdə yarandan sonra 4 ay, 5 ay çəkmədi, müharibə başladı və çağırışına getdi. Bəli, sağ olun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhid ataları bizə şəhidlər qədər əzizdir. Biz arxa cəhbədə şəhidlər üçün əlimizdən gələni elədik. Yardım cəmaatının Allah köməyi olsun. Şəxsən Dəlləhli Ostahar kəndi çox fəallıqla iştirak edirlər. 72 min təndir çörəyi biz apardıq o cəbhəyə. Bu yardımdan təndir çörəyi. Hətta bizdə orada bizim yardımcı uşaqlarına biri demişdi ki, bizdə yardımın falan kəndin çörəyin yerində o biri kəndlərin çörəyindən də gətirin. Allah Allah arxa cəbhədə olanlarımızın Allah köməyi olsun. Məsəl üçün hamı birləşdi. Prezidentin məsələn dəmir yumruğu deyir ya, məsələn o vəhdət halında vallahi birləşdi. Hə, əlimizdən nə gəlirdi? Məsələn mənim maşınım, bir dənə pikap maşınımız var. Biz gedəndə 9-10 maşın gedirdik. Hamı maşınla dolurdu. Amma kimin nə imkanı çatırsa. Elə adam vardı ki, dükandan belə görücü imkansız bir adam 5 dənə zajqal qalıb gətirib mənim maşınıma atdı ki, bunu orada əsgərə verərsiniz. Bu xalqla
dövlətin birliyini göstərdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ona görə bizim üzümüz ağdır ki, bugünkü gün şükür Allah şəhidlərimizin qanı yerdə qalmadı. Onların qisası alındı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah bizə bundan sonra müharibə odu göstərməsin. Allah köməyiniz olsun. Çox sağ olun. Mən də salamlayıram hər kəsi. 92-94-cü illərdə 2 ilə yaxın döyüş yolu keçmiş şəhid Sarvan Məmmədovun böyük qardaşıyam. Şəhidin atası, anası dünyasını dəyişmişdir. Qəbri var mı şəhidin? Bəli, məzarı var və kənd tam orta məktəbi və kənd kitabxanası şəhidin adını daşıyır, xatirəsi. Yox, biz Şəfəqli kəndi, yardımlı ki, qonşu kəndi, bəli. Bu günləri biz hamımız, o cümlədən bütün Azərbaycanın vətəndaşları, bizdən sonra əmələ gələnlər də, sonrakıları da hamımız bu şəhidlərə borcluyuq. Bəli, bu gözəl Azərbaycanımızda, gözəl diyarda yaşamağa görə, hər bir şeyə görə biz onlara borcluyuq. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bu günləri Zahid balamızın cənnətdəki 5-ci mövluduna yığışmışıq. Mövludun mübarək olsun şəhidim. Sizə də hamınıza da təşəkkür edirəm. Çox sağ olun. Mən də öz növbəmdə sizin hər birinizi o boyda yolu gəlib bu verilişi çəkməyinizi görə sizə minnətdarlığımı bildirirəm. Sağ olun, var olun. Bu bizə onu sübut eləyir ki, biz şəhid balalarımızla bərabər şəhid ata-analarımız unudulmur. Sizə minnətdarım. Biz Zahirli Zahidin bu günləri doğum gününə, həm onun özünün, həm də anasının doğum günüdür bu günləri. Biz onların bu məclisinə yığılmışıq. Onların ad gününü təbrik eləyirik. Qardaşımız Azada səbir diləyirik, anamız Röbabiyə səbir diləyirik. Onlar bu qapıda bundan sonra qəmli qüssəli olmasınlar, şad günlərinə gələk. Çünki adam hamımız yaranmışıq, bir gün keçəcəyik, həyatdan köçəcəyik. Amma bəxtəvər bu balalarımızdır ki, adları, sanları qaldı. Biz 5 gündən sonra yaddan çıxacaq. Atam ölüb, anam ölüb, qardaşım ölüb. Amma yadımdan çıxıb. Necə yadımdan çıxıb? Heç vaxt yaddan çıxmaz, bu məlumdur. Amma bu qədər yadda qalıb, tarixlərə yazılan bir şey yoxdur. Amma mən ondan sonra bu balalarımızın ataları rəhmətə gedib həmişə əfsanəvi kəşfiyyatçı olub. Bu şəhidlər bizə dünyadan köçəndə bir şey tapşırdılar. Vətənimizi biz canımızla qoruduq, verdik, amma qoruduq. Siz onları saxlayın. Deyir, bu gecə bir şəhid yuxuma gəldi. Qəzəblə, nifrətlə üzümə baxdı. Bu gecə bir şəhid yuxuma gəldi, qanlı əllərini sinəmə yaxdı. Bu gecə bir şəhid yuxuma gəldi, bir məktub uzadıb uza bir tonla bunu sevgilimə verərsən dedi. Əlvida yazmışdı kağıza sonunda. Bu gecə bir şəhid yuxuma gəldi. Bildim ki, bu mənim qəbahətimdir. Görüşdük, danışdıq, gedəndə dedi. Bu gül balalarım sizə əmanətimdir. Savaşın zəfər olsun. Əskər vətən əmanəti, yurd əmanəti. Mən də sizi salamlayıram. Gələn qonaqları salamlayıram. Mən xüsusi təyinatlı Azərbaycan bayrağı ordenli şəhid Cəfərli Cəfərin atasıyam. 44 günlük vətən müharibəsində mənim 2 övladım müharibə iştirakçıdır. Biri şəhiddir, biri qazidir. Bəli, biz övladlarımız 44 günlük vətən müharibəsində Cənab Prezidentin arxasında gedərək bir yumruq kimi birləşərək vətən müharibəsində qəhrəmanlıq göstərdilər və ermənilərə sübut elədilər ki, biz əsl Azərbaycanlıyıq və Azərbaycanlılıq
simamızı yerinə yetiririk və ermənilərə sübut elədilər ki, bəli, payız fəslində başlanan müharibəni məhz payız fəslində yekunlaşdırdılar 44 günlük vətən müharibəsində. Və bu qəhrəmanlar heç vaxtı unudulmayacaq. Biz ona görə bu şəhidlərlə həmişə fəxr eləməliyik. Bu şəhidlər bizim həmişə başımızın tacı olub və əbədi olaraq, tac olaraq qalacaq. Allah prezidentimizə can sağlığı versin, şəhid atalarına, analarına səbir versin, dözüm versin və biz də bu şəhidlərlə həmişə fəxr eləyək. Çox sağ olun, var olun. Zahid Azadoğlu Zahirlinin doğum günüdür. Onun anasının da bugün doğum gündür, Rubaba bacının. O bacım qədər mənə yaxındır. Zahidi mən öz övladım kimi bilirdim. Gözünüzün qabağında böyüyüb də onda. Allah bütün şəhidlərimizə, çox danışa bilməyəcək, bütün şəhidlərimizə rəhmət eləsin. Zahid bizim başımızın tacı oldu. Şərəf gətirdi. Şərəf gətirdi. Bəli. Onların ruhlarının qarşısında başa gedirəm. Onların ruhları həmişə bizimlədir. Bəli. Düzdür, bu böyük və 44 günlük müharibədə hərənin bir növlə fədakarlığı olub. Mən Quliyev Eldar Adiloğlu, mənim oğlum Quliyev Fariz Eldar oğlunun da 44 günlük vətən müharibəsində xidmətləri olub. Yəni öz hesabına yardımlar, bayaqları Arxa cəbhədə döyüşdülər. Bəli. Yardımlar bütün qaynar nöqtələrdə yardımlar aparıb. Yəni bunlar mən üçün kiçik şeylərdir. Ancaq o şəhidlərimizin əməkləri çox böyük oldu da. Haqqını ödəyə bilmərik. Haqqını ödəyə bilmərik. Onlar canından keçdi. Onlar canından, qanından keçdilər. Onların hesabına biz yaşayırıq. Biz bu günləri onların hesabına daha da yaxşı yaşamağa qadir olduq. Bəli, Azərbaycanı bütövləşdirib bizə bütövləşdirdilər. Allah dövlətimizi qorusun. Amin. Onların ruhları qarşısında yenə baş əyirəm. Onlara rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun, var olun. Amin. Sağ olun. Sizdən bir şey xahiş eləyəcəm. Bizi Zahidin baş üstə məzarına aparasınız, şəhidimizin bir ruhuna salam verək, görüşək onunla, baş bizim üstə gəldiyimizi bilsin, ruhu şad olsun. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Bu dəfə Space televiziyası Qarabağ Azərbaycandır proqramı vətənimizin cənub bölgəsinə üst tutdu. Bəli, biz hal-hazırda yardımlıdayıq. Dağların qoynunda olan bu füsunkar torpaqdayıq. Vətən müharibəsində, ümumilikdə 30 il boyunca düşmənlə sərasər bizim döyüşlərimizdə cənub bölgəsinin igid oğulları da canı ilə, qanı ilə döyüşdülər. Yardımlıdan çoxlu sayda bizim qəhrəman oğullarımız var. Elə üzü şəhidimizin evinə doğru getdiyimiz anda yolun kənarında qəhrəman şəhidlərimizin adına ucaldılmış bir bulağı gördük. Şəhidlər bulağıdır. Çox istəyirəm ki, sizinlə bərabər bu bulağa daxil olaq. Operator qardaşımız da gəlsin. Gəl Fərid, gəl. Mütləq şəkildə biz hər zaman söyləyirik ki, yolların kənarında, xüsusilə rayonlara gedəndə, bax bu şəhid bulaqlarını ki görürsünüz, bu şəhid bulaqları ehsan bulaqlarıdır. Mütləq bu ehsan bulaqlarından içmək lazımdır. Burada iki qəhrəmanımızın adı var, əziz tamaşaçılarımız. Şəhidimiz general-mayor Polad Həşimovun adı var burada, rəsmi var və şəhid kəşfiyyat bölük komandiri baş leytenant Nəzərov Şahlar Yaşar oğlunun və eləcə də burada gördüyünüz kimi yardımlının igid oğullarıdır. 2020-ci il, 1994-cü il, 2022-ci il, 2016-cı il, yenə 1994-cü il, burada da olan oğullarımızın arasında 1995-ci il, 2020-ci il tarixlərə baxanda görürük ki, Azərbaycanın yardımlı bölgəsində, cənub bölgəsində yaşayan bax bu qəhrəman oğullarımız
30 il boyunca istər 1-ci Qarabağ müharibəsi olsun, istər antiterror əməliyyatı olsun, istər aprel döyüşləri olsun və nəhayət ki bizim qələbəmizi bizə yaşadan Vətən müharibəsi 2020-ci il olsun, bütün döyüşlərdə döyüşüblər bu oğullar. Məkanı cənnət olsun bu oğullarımızın. Ehsan bulağının suyundan da içək. İsker vətən əmanəti, yurd əmanəti, əskər Allah məkanını cənnət eləsin oğullarımızın. Burada elə kəndin girəcəyində əziz tamaşaçılarımız gördüyünüz kimi qəhrəman oğullarımızın şəkilləri də var, lövhələr də var. Gəlin sizinlə bərabər ora yaxınlaşaq. Qəhrəmanlarımızın bir-bir adlarını çəkək, ruhlarına salam söyləyək. Qəhrəmanımız Səyyar Şəbiyev Aslan oğlu 1992-ci il. Bəhruz Mansurov qəhrəman oğlu 1995-ci ildə şəhadətə ucalıb. Xüsusi təyinatlı qüvvələrin giziri Elimdar Səfərov Səlimxan oğlu 2016-cı il bizim aprel şəhidimiz, məkanı cənnət olsun. Xüsusi təyinatlı qüvvələrin kiçik giziri Qarazadə Nicat Malikoğlu 2022-ci il, məkanı cənnət olsun. 1994-cü ilin şəhidi Nizami Məmiyev Əşrəf oğlu, məkanı cənnət olsun. Camal Həsənov Aslan oğlu 1992-ci il 1-ci Qarabağ müharibəsinin şəhidi, məkanı cənnət olsun. 1994-cü il Rövşən İsmailov Qarabəy oğlu, məkanı cənnət olsun. 1994-cü il Marivət Nəzərov Mərdalı oğlu, məkanı cənnət olsun. Yenə 1992-ci il şəhid xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçısı Məmmədov Azər Ağalar oğlu, məkanı cənnət, şəhidlərimizin ruhuna salam deyək. 1993-cü il Ağdərə döyüşlərində şəhadətə ucalıb, Yardımlı rayonunun Qabaqdibi kəndi şəhid Abiyev Səmid Nuri oğlu, məkanı cənnət. 1997-ci ilin şəhidi Babayev İlqar Eldar oğlu, məkanı cənnət olsun, şəhidlərimizin ruhuna salam deyək. Şəhidimiz komando xüsusi təyinatlı qüvvələrin leytenantı Tural Cahangirov 2023-cü il antiterror döyüşlərinin şəhididir, 2023-cü ilin qəhrəmanı. Azərbaycanın suverenliyini bütövləşdirən, Azərbaycanımızın sərhədlərini bütövləşdirən bizim qəhrəman oğullarımız, antiterror əməliyyatlarının şəhidi. 1994-cü ilin şəhidi Alim Nəcəfov Bahattin oğlu, məkanı cənnət olsun. Yenə 1993-cü ilin şəhidi Xaniyev Mənsim Rəhmət oğlu, məkanı cənnət olsun. 1994-cü ilin şəhidi yenə Yardımlı rayonunun Qabaqdibi kəndi Goranboy rayonu ərazisində şəhadətə ucalıb şəhid Abuşov Elxan Balabəy oğlu, məkanı cənnət olsun. Salam deyək şəhidlərimizin ruhuna. Abiyev Xəqani Rəsul oğlu Kəlbəcərdə Murovdağ yüksəkliyində şəhadətə ucalıb Yardımlı rayonunun Qabaqdibi kəndindən 1994-cü il Yardımlı rayonunun Qabaqdibi kəndindən görün neçə nəfər bizim qəhrəman oğlumuz Qarabağ döyüşlərində iştirak ediblər. Artıq neçənci şəhidimizdir, eyni kəndin adını yazıblar. Aslanov Mahir Hüseyin Ağa oğlu 1992-ci ilin şəhididir. Məkanı cənnət olsun. Bu şəhidimiz isə Abdullayev Şahin. Şahinin məkanı cənnət olsun, Şahinin ruhuna salam söyləyək. 1998-ci ilin şəhidi, məkanı cənnət. Zamanov Mehman Təvəkkül oğlu, 1994-cü il. Demək ki, bizim bax bu kəndlərimizdə yaxınlıqda Dəlləkli kəndidir. Biz bugün mübarək şəhidimiz Zahirli Zahidin anasının əlindən öpməyə gedirik. Artıq buradan dedilər ki, bir 9-10 kilometr var bizim kəndə çatmağımıza, Dəlləkli kəndinə. Və bu fotolardan da görürük ki, ümumilikdə bu kəndlərdə bax bu oğullarımız Qarabağ uğrunda canlarından keçən bizim qəhrəman igidlərimizdir. Mən çox-çox arzu edirəm ki, biz yalnız və yalnız bu torpaqlara gələndə, Yardımlıya gələndə ancaq bu şəhidlərimizin şəkillərini görək və qəhrəmanlarımız deyə onlara salam verək. Bu gündən sonra Yardımlı torpağı, ümumilikdə Cənub bölgəmiz, ümumilikdə Azərbaycanımız
daha şəhid görməsin. Bax bunu arzulayıram bu torpaqlara. Yolumuz var hələ, əziz tamaşaçılarımız, gedək birlikdə. Ətirli bir səhərin xəbərin aldıq. Dedilər ki, başlayıbdı əskər qisasın. Murovdağın zirvəsində bayraq ucaldı. 44 günə vətənin yarası sağaldı. O gün bütün Azərbaycan ayaq üstə. Yetişdi o müqəddəsan qeyrəti göstər. Əskərimi güllələyənlər namaz üstə. Qardaşları hər birinin qisasını aldı. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Yardımlıdayıq, əziz tamaşaçılarımız. Şəhidimiz Zahirli Zahidin evini, ailəsini ziyarət etdik və nə yaxşı ki, bu gül üzlü bizim gözəl Göyçək, başımızın tacı olan şəhid analarımızla bərabər. Əlimizin anası buradadır. Mübarək şəhidimiz Mikail'imizin anası buradadır. Allah sizləri qorusun. Uzaq bir yol gəlmisiniz bizlə bərabər. Ta Bakıdan üzü bura, hə? Bəli. Bakıdan düz Yardımlıya. Bəli, Bakıdan Yardımlıya. Rübabə ananı sevindirməyə. Bəli, borcumuzdur. Biz şəhid ailələri olaraq həmişə bir-birimizin yanındayıq, bir-birimizə dəstəyik. Çünki onların heç birinin bir-birindən fərqi yoxdur. Hamısı balamızdır. Adətən də hər hansı bir şəhid anası öz övladı haqqında danışanda adam ona qulaq asanda deyir, mənim oğlum da belə eləyirdi, mənim oğlum da belə eləyirdi. Baxırsan ki, yəni boş yerdən demirlər, seçilmişlər. Allah bugün mövludu olan balamıza məkanını cənnət eləsin, anamıza səbir dözüm versin. Hamımıza. Mən də 44 gün müharibənin iştirakçısı olan 2021-də Fərrux dağda, 2022-də qisas əməliyyatında, 2023-də 6 ayın bəyi olmayan, özündən sonra dünyaya övladı gəlib üzünü görməyən, komandonun kiçik leytenantı olan şəhid Həmidli Mikail'in anasıyam. Antiterror şəhididir və bugün mən burada antiterror şəhid anaları adından iştirak edirəm. Anamıza səbir diləyirəm və bugün burada adaşımla bərabərəm. Allah hamımıza səbir versin. Amin. Allah bizim yanımızda olan şəhid sevərlərin də sizi kimi mərd, qeyrətli xanımların, qeyrətli oğulların da canını sağ eləsin. O şəhid sevərlər adından icazə ver. Əlinizdən öpüm, əlinizdən öpüm. Azərbaycanda yeganə adamlar sizlərsiniz ki, sizin əlinizdən öpülməlidir. Yox, ayağınızdan öpülməlidir. Allah sizi qorusun. Allah sizi qorusun. Layla ana, canım gözüm. Canım, mən də xüsusi təyinatlı kəşfiyyatçı yırtıcı ləqəbli şəhidimiz Əli Seydovun anasıyam. Oğlumla qürur duyuram. Bütün şəhidlərimizlə qürur duyuram. Ümumiyyətlə, Azərbaycana can qatan, 88-dən indiyə qədər nə qədər şəhidimiz varsa, hamısı qəhrəmandır. Onların sadəcə adları fərqlidir, yaşları fərqlidir, şəhid olduqları tarixləri və doğum tarixləri fərqlidir. Amma məqam olaraq hamısı eynidir, hamısı şəhiddir və eləcə də analar. Bizlər də bir-birimizdən ayıran yalnız adımızdır, amma şəhid anası olaraq hamımız eyniyik. Biz bu günləri burada olmaqla deməzdim. Yəni təşəkkür, minnətdarlıq bunları yəni qəbul eləmərəm ona görə ki, bizim uşaqlarımız ki son nəfəslərinə qədər damcı suyunu belə bölüblərsə, son qanlarını bir-birlərini sıxıb
qoruyublarsa ki, ən azından xilas eləsinlər bir-birlərini, yəni o dərəcədə çabalayıblarsa, biz analarda, yəni bir-birimizə dayaq olmalıyıq. Biz bu günləri burada Zahid balamızın mövluduna gəlmişik. Kaş ki, realda onu təbrik edə bilərdik. Amma realda bəlkə də yox, realda heç kəs bir-birini tanımazdı. Bizi bir yerə yığan bizim şəhidlərimizdir, bizim balalarımızdır. Görün, hardan hara gəlir, analar yığılır. Siz məsəl üçün hardan hara gəlirsiniz? Bizi birləşdirən şəhid balalarımızdır. Allah onların ruhunu şad eləsin. Çox çətindir, çox ağırdır. Siz də bilirsiniz, bizdə də olmusunuz. Neçənci şəhid evidir ki, biz sizinlə qarşılaşırıq. Hətta getmişik də birlikdə çəkilişə. Allah sizləri var eləsin. Sizin bu tutduğunuz mərd yolda Allah yolunuzu hər zaman açıq eləsin. İnşallah bütün düzdür, bizim dərdimiz səngiyən deyil, sağalan deyil, bitən deyil, yarası sağalan deyil. Hər zaman qanıyır. Hər nəfəsimizdə həsrət bizi yandırır. Amma sizlərin yanımızda olması ilə biz biraz da olsa təsəlli tapırıq. Allah sizləri var eləsin. Allah bütün cavanları qorusun. Allah bir də heç bir anaya şəhid, ümumiyyətlə övlad həsrəti, övlad acısı yaşatmasın. İnşallah bütün anaların duası hər zamanki kimi Allah ordumuzu qorusun. Bütün əskərlər sağ-salamat evlərinə dönsün. Heç bir valideyn bizim kimi gözü qapıda, minlərlə insan evimizə gəlsə də o insanların arasında övlad axtarışında oluruq. Qoxusunu belə hardasa görürüksə, o qoxunun da acı gedirik ki, görün bu ətri hansı uşaq vurub, mənim oğlumun ətrinin iyidir bu. Çox ağırdır. Allah heç kəsə bunu yaşatmasın. Bir daha Allah bütün şəhid balalarımızın ruhunu şad eləsin. Allah qazilərimizə şəfa versin inşallah. Allah şəhid balalarını qorusun, övladları torpaq sanı yaşasın. Amin, amin. Lalə ana, Can. Lalə analar. Hər iki anamızın Lalələr. adı Lalədir. Lalələr. Şəhidimizin ehsan bulağından gəlin, içək, su içək. Mən hər birinizə arzu edirəm, əziz tamaşaçılarımız, hər birinizə arzu edirəm, bax bu şəhid bulaqlarından su içmək sizə də qismət olsun. Bax bu ehsan suyudur, bu su müqəddəs sudur, bu su Məkkənin suyudur, bəli. Nə suyudur? Salavat suyu. Salavat suyudur. Salavat Bax bunu suyudur, bəli, eşitməmişdim. ehsan suyu, salavat suyu, ən müqəddəs sudur şəhid bulağından axan su. Onun gərək qədərini bilsinlər, qədrini bilsinlər. Oradan su içiləndə hətta daşıyıb aparırlar su. Bax o ehsan sudur. Onu gəlib bismillahla aparsınlar və xeyir yerlərə sərf eləsinlər. Halal xoşlar olsun, halallıqla aparsınlar. Bəli, bəli. Onlar mən də içim. Ehsan suyundan mən də içim. Məkanı cənnət olsun. Zahidimizin məkanı cənnət olsun. Məkanı cənnət olsun. Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Atasından şəhidlərə ehsan. Yardımlıdayıq əziz tamaşaçılarımız. Gördüyünüz kimi bax Azərbaycanın cənub bölgəsi. Cənnətimiz. Görün nə gözəl yerlərdir. Görün nə gözəl torpaqlardır. Bax bu torpaqlar uğrunda canından keçib. Zahid də, Əli də, Mikail də, neçə-neçə əlilərimiz, Mikaillarımız bax Azərbaycanın bu torpaqlarının suverenliyi uğrunda, müstəqilliyi uğrunda, sərhədlərimizin bütövlüyü uğrunda canlarından keçdilər ki, Azərbaycan bütöv olsun. İndi bizim üzərimizə düşür o bütöv Azərbaycanın Qoruyub saxlamaq və şəhidləri hər zaman yad edib adını yaşatmaq. bəli, əsas işimiz Hər bir sahədə, hərə öz sahəsində bayrağımızı daim uca tutsunlar. Çünki o bayrağın uğrunda gedib bizim balalar və bizim oğullarımız o bayrağa bükülüb gəlib. O müqəddəs bayrağı hər kəs öz sahəsində uğurla dalğalandırsın inşallah, heç bir zaman enməsin. Amin. Hər zaman bayrağımız dalğalansın ucadan uca. Verərsiz, verməzsiz. Hay canım, Olaraq, amma mən bir şey demək Dəqiqadan istəyirəm. alım. Türkiyədə, Çanaqqaledə olduq, ayın 8-i qayıtmışıq. Bilirsiniz, müharibə deyəndə bilirik də, neçə-neçə ölkələr, dəstəklər olur, köməklər olur. Müharibə bir ayrı bir şeydir. Əməliyyat ayrı bir şeydir. Amma mən Türkiyədə oraları gəzib, yəni indi bizim yanımızda gözətçi gedirdi, hər şeyi izah edirdi. Bilirsiniz mən nə ilə fəxr elədim? Nə ilə? Biz müharibə elədik. 90-cı ildə biz torpaq itirsək də, amma bu bizim məğlubiyyətimiz olmadı. Oradan o mənfur erməni o qədər qorxmuşdu ki, 44 günlükdəki oğullar nələri yardı.
Bunu biz hamımız bildik. Hansı səddləri yardı? Səddləri yardı. Bəli. Və mən orada dedim, qeyd etdim, dedim, mən 5 ilə erməni mənfurunun bizim Əli Yalın oğullarımızdan hissə aldıqları torpağı 44 günə qaytaran, Bəli. zəfəri Azərbaycana bəxş edən oğulların ölkəsindən gəlirəm. 23 saata suverenliyi Azərbaycana bəxş edən oğulların anasından da biriyəm. Bəli. Biz Qəhrəman çox oğullar. həqiqətən də mərd, qəhrəman xalqıq. Qədrimizi bilək. Bir-birimizin. Bir-birimizin. O şəhidlər bizi birləşdirdi, dəmir yumruq elədi. Bəli. Başda Ali Baş Komandan, Bilək. bir də Müzəffər Ordu. Biz bir-birimizi ucaq tutsaq hər zaman kimsə bizə bata bilməz. Bəli. Necə ki bizim oğullarımız sipər oldular bir-birlərinə, düşmənə sipər oldular. Bax eləcə də biz bu torpağa ümumiyyətlə özümüz bir-birimizə elə arxa Bəli. duraq ki, kimsə bizə bata bilməsin. Bəli. Və o oğullar Azərbaycanı bir də Azərbaycan elədi. Biz özümüzü bir də tanıdıq və biz dəmir yumruq kimi birləşmişik. İnanın, həcmcə hansısa ölkədən kiçik ola bilərik. Amma çox qüdrətli, mərd və süfrəsi geniş xalqıq. İnanın buna, mən bunu əminliklə deyirəm. Allah sizi qorusun. Sağ ol Allah qızım. sizi qorusun. Var olasınız, var olasınız. Öpürəm sizi, bağrıma basıram. Allah sizi qorusun. Allah sizi qorusun. Allah razı olsun sizlərdən. Heydər Əliyevin Ulu Öndərin şəklini görürəm. Bunu mənə Hədiyyə verdilər. Allah Ulu Önderimizi yaxşı ki biz tanımışıq. Onun davamçılarını biz şəhidlərimiz daimi bunu yatışdırır. Sağ olun sizləri də. Mən Naxçıvandan gəlmişəm. İtkin Vəlizadə İbrahim Natasyan baş leytenant. Bu ölkənin o başı bu başı yoxdur. Yoxdur, bəli. Və burada da özümü bu torpağa gəlməkdə, bu yardımlıya gəlməkdə bütün şəhidlərimizin hamısını ziyarət eləmiş oldum. Tək bu evi yox. Yəni mən ürəyimdə elə hiss elədim ki, bu yardımlıda olan bütün şəhidlərimi ziyarət elədim. Ay sağ ol. Bəli. Yardımlıdan bizə gələnlər olub, bizim evi ziyarət eləyənlər olub. Mən yəni hər Bakıya gəldikcə hər bir rayonu ziyarət eləməyi özümə borc bilirəm. Bəli. Borc bilirəm ki, bütün şəhidlər mənim balamdır. Mənim bu yaxınlarda bir nəvəm oldu. Allaha qismət elədi, elə oğlumun adını yaşadıram. Ancaq inanın ki, mən ilk öncə onu elə təqdim elədim ki, bütün şəhid anaların, şəhid ataların nəvəsi ona ad qoydum ki, o bütün şəhid anaların, şəhid ataların nəvələri. Allah yenə də bütün şəhidlərimizin məkanı cənnət olsun. Sizlər də sağ olun ki, bu ucqar yerlərə gəlib, bizim borcumuzdur gəlməyə. Siz də özdə borc bilib gəlib belə işıqlandırırsınız. Şəhidlərimizi tanıdırsınızsa, Allah sizlərdən razı olsun. O şəhidlərin haqqı sizlərə halal olsun. Sizin kimi vətənpərvər sevən insanlara sağ olun. Əlbəttə Allah sizlərdən razı olsun. Biz bu yaxınlarda Füzuliyə getmişdik. Orada Alxanlıda, yəni döyüşlərin o qızğın başladığı ilk yerdə getdik şəhid anaları ilə. Deməli, o xətt, o mənfur düşmənlərin qurduqları o xəttin üstü laləlikdir, qıpqırmızı laləlikdir Alxanlının. Alxanlıdan bu yana keçirsən ki, bir dənə də lalə yoxdur. O tərəfə də keçirsən, bir dənə lalə yoxdur. O oğullarımız, o necə ki cəhpəni ki yarıblar, bax ora qıpqırmızı laləlikdir. Sanki bildirirlər ki, biz qələbəni buradan yaşadıq. Ruslan müəllim mən, yəni bir fikrim var. Bəli. İnanın ki, birdən görsən otururam, elə bir mağad nəsə deyirlər. Mən inanın ki, hər bir bitki olsun, hamısı canlıdır. Biz onların dilini bilmirik. Ancaq mən elə hiss elədim ki, bu şəhidlərimizi torpaq çağırdı ki, mən dardayam, gəməni dardan qutar. Bu Xocalın soyqırımının qisasını al. Yəni mən bunu Qaradağlının qisasını al. Mən bunu belə hiss edirəm ki, yəni torpaq onları onlar duyub da biz duymamışıq deyib mən dardayam gəməni dardan qutar. Yəni belə mən hiss edirəm. Anadır da, torpaq anadır da. Yaşıllaşdılar, dirçəldilər sanki. Bizim uşaqların qanı ilə sanki suvardı oralar. Hər yer qıpqırmızı laləli idi. Baxırsan elə bir ki, qan səpələnib. Çox ağır səhnədir, amma həm də qürurludur. Müqəddəsdir. Demək ki, o torpaqlar müqəddəsdir. Əlbəttə ki, ancaq inşallah bu uşaqlarımızın adı inşallah yaşayar bütün dərsliklərdə, filmlərdə. Yəni bunlar bizə də lazım olan onlardır. Birdən görsən deyirlər nəyə ehtiyacın? Deyirəm mənim ehtiyacım torpaqlarım ağzım yoxdur. Budur. Balamın adı yaşasın. Budur. Əsas bunlar lazımdır bizə. Məktəblərdə dərs saatı artırılsın, uşaqlarımızın qəhrəmanlığından danışsın. Əzalarını itirən şəhidlərimiz var.
Bunlardan bence bu gün mən kitab yazdırıramsa uşağıma hansısa bir qazini, hansısa bir vətən müharibəsi iştirakçısını mənə lazımdır ki, oğlumun haqqında nəsə bir şey. Bəli. Bunlar da şərtlər. Görüb Bunlar axı da bizim müharibəni, qəhrəmanlarımızdır. bəli, Yəni görürlər, bunları heç vaxt itirmək olmaz. Başda da ailə baş komandanın Allah ona ömür versin ki, sağ olsun ki, onun siyasəti ilə biz müharibəni heç evimizdə oturduq, hiss eləmədik ki, müharibədir. Əslində şəhidlərin insan gələ eşqi olsun. Allah'a qurban olum ki, Allah o eşqi də bizə verib. Eşq olmasa heç nə olmaz. Çünki mən 11 yaşımda bizim dövlət kanalı ASTV-dən şəhidlər mahnısı oxumuşdum 11 yaşımda. Yəni deyərdim ki, elə mənə Allah Taala elə o gündən bu günə verib bu eşqi. Bizim milli qəhrəmanımız Mübariz İbrahimov şəhid olanda ona da mən yazdım. Bizim qəhrəmanımız Ramil Səfərov onun üçün də sonra da 44 günlük müharibə, bizim antiterror şəhidlərimiz, ümumiyyətlə Azərbaycan şəhidlərinin eşqi çox böyükdür. Onların hər birinin atasının, anasının əllərindən öpürəm ki, elə oğul böyüdüblər. Və yenə də Allahdan onu arzu edirəm ki, bizim Səməd əmimizin balası tapılsın. Çünki deyərdim bir neçəsi var, amma Səməd əmin çox əziyyətlər çəkir. Mən bu neçə ildə o kişini görürəm. Allahdan arzu edirəm onun balası tezliklə elə əsirlikdə olsun, gəlib qapısını döysün, girsin evinə. İnşallah. Səməd əmi əllərindən öpürəm səni. Var ol. Hər zaman şəhidlərimizə mahnı bəstələyirsən. Hərə bir sənəti ilə şəhidini yaşadırsa halal olsun sizə. Bunların haqqı sizlərə halal olsun. Sıdq ürəklə deyirəm. Haqqı ödənməz. Allah Şəhidimizi sizin- ziyarət eləyək. Keçək. Gəlin, şəhidimizi gedək ziyarət eləyək. Mübarək şəhidimizi onlarla da çəkərik, narahat olmayın. Şəhidimizin atası da buradadır, Zahidimizin atası da buradadır. Mübarək şəhidimizi ziyarətinə gedək. Mübarək şəhidimizin, Zahidimizin atası. Bugün o qədər qonağınız var ki, heç sizə yaxın düşmək olmur, yanınıza gəlmək olmur. Azərbaycanın bütün rayonlarından qonaqlar qəbul eləmisiniz. Sağ olsunlar. Zahidin adına gələn Allah razı qonaqlar. olsun hər bir burada iştirak edən şəhid analar, şəhid ataları və şəhid sevərlər. Çox sağ olsun deyirəm. Yəni biz bunlarla nəfəs alırıq. Bu gələn qonaqlarla nəfəs alırıq. Bu Azərbaycan xalqı ilə nəfəs alırıq. Sağ olsunlar. Təşəkkür edirəm. Burada iştirak eləyən, elə bilməyib, ürəyi burada olanlara təşəkkür edirəm. Sağ olun. Allah razı olsun sizdən də. Siz də gəlib bizi burada iştirak elədiniz. Zahidimiz ziyarət elədiniz. Sağ ol. Elə bil bütün şəhidləri ziyarət elədiniz. Sağ olun. Allah'ın emaneti, cennetinin zineti, halal et bu zəhməti bizlərə, şəhid qardaşım. Milletimin qeyrəti, yiğitliyin ibrəti, halal et bu zəhməti bizlərə, şəhid qardaşım. İstəyərdik bütün cəm şəhidlərimiz üçün. Bəli, bu dağların qoynunda bir balaca da olsa bir musiqi ifa edib bütün cəm şəhidlərimizə gəlsin bu. Ruhlarına salam. Bəli. Yerimiz cənnətdir, nə gözəl qismətdir. Bütün şəhidlərimiz cənnətdir, qeyrətdir. Şəhid oldu Zahid. İki dost, iki qardaş, mələklər süfrə açıb, göydə ziyafətdir. Nə olar ağlama, şəhid anası, sənin yaralarına biz qurban anam. Allah şəhidlərin ruhunu şad eləsin, var olasınız.